Diqqət! Pensiya gözləyənlər üçün çox vacib və yeni xəbər var. Pensiya yaşı dəyişir. Kimlər 65 yaşında pensiyaya çıxacaq, kimlər daha tez? Qadınlar üçün istisnalar varmı? Deputatdan açıq və rəsmi izah gəldi. Bütün detalları indi Xəbər Bürosu kanalında izah edirik. Pensiya ilə bağlı yeni xəbər, bu yaşda olanlar diqqət. Azərbaycanda pensiya yaşı ilə bağlı mühüm mərhələyə daxil olunur. Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən 1 yanvar 2027-ci il tarixindən etibarən qadınlar və kişilər üçün pensiya yaşı 65 yaşda bərabərləşdiriləcək. Bu dəyişiklik illik 6 ay artırılma prosesinin tam başa çatması ilə mümkün olacaq. Qeyd edək ki, əmək pensiyaları haqqında qanuna əsasən qadınların pensiya yaşı 2017-ci ildən etibarən hər il 6 ay artırılır və bu proses 2027-ci il iyulun 1-nədək davam edəcək. Həmin tarixdən sonra qadınların pensiya yaşı da 65 yaş olacaq. Kişilər üçünsə pensiya yaşı artıq uzun müddətdir ki 65 yaş olaraq müəyyən edilib. Beləliklə 2027-ci ildən etibarən pensiya yaşı tam bərabərləşmiş olacaq. Məsələ ilə bağlı nocomment.az açıqlama verən deputat Azər Badamov bildirib ki, ümumi qayda 65 yaş olsa da bəzi qadın kateqoriyaları üçün istisnalar mövcuddur. Deputatın sözlərinə görə aşağıdakı qadınlar 65 yaşdan daha tez pensiya hüququ əldə edə bilirlər. 1. 5 və daha çox uşağı olan qadınlar, həmçinin əlilliyi olan uşağı 8 yaşınadək olan qadınlar 5 il tez, yəni 60 yaşında pensiyaya çıxmaq hüququna malikdirlər. 2. Güzəştli peşələrdə çalışan qadınlar. Qanunvericilikdə xüsusi siyahı ilə müəyyən edilmiş güzəştli peşələrdə çalışan qadınlar ən azı 10 il əmək stajı olduqda 5 il daha tez pensiya hüququ əldə edirlər. Deputat vurğulayıb ki, bu kateqoriyalara daxil olmayan qadınlarsa 1 yanvar 2027-ci ildən etibarən yalnız 65 yaşında pensiya hüququna malik olacaqlar. Bəs sizcə, pensiya yaşının 65-ə bərabərləşdirilməsi ədalətlidirmi? Qadınlar üçün güzəştlər kifayət edirmi? Fikirlərinizi şərhlərdə yazın, videonu bəyənin, Xəbər Bürosu kanalına abunə olun ki, pensiya və sosial sahədəki yenilikləri ilk siz öyrənəsiniz.